2003-cü ildə Cənab İlham Əliyevin Respublika rəhbərliyinə seçilməsindən sonra Azərbaycanda müstəqilliyimiz və suverenliyimiz uğrunda o istiqamətdə aparılan islahatlar, iqtisadiyyatımızın artması, hərbi qüdrətimizin yüksəlməsi istiqamətində görülən işlər, uzaqgörən müdrik daxili və xarici siyasət əlbəttə ki, gələcək zəfərimizə zəmin yaratdı. Məhz Cənab İlham Əliyevin apardığı bu daxili və xarici siyasət, siyasi qüvvələri bir araya yığaraq həm diplomatik sədləri açdı, həm informasiya cəbhəsini yardı və Azərbaycan həqiqətlərini dünyaya çatdırdığı ədaləti bərpa etdi. Və 5 il öncə başlanılan Vətən müharibəsi və ondan sonra antiterror əməliyyatı nəticəsində torpaqlarımız düşməndən tamamilə azad olundu və üçrəngli bayrağımız Azərbaycanın bütün ərazisində dalğalanmağa başladı. Əlbəttə ki, bu bizim qalibiyyətimiz idi, bu bizim zəfərimiz idi və Azərbaycan xalqı qalib xalq kimi tarixdə öz imzasını məhz qızıl hərflərlə yazdı. Əlbəttə ki, biz bir vətəndaş olaraq bu qalibiyyəti, bu zəfəri bizə yaşadan, bəxş edən Ali Baş Komandan Cənab İlham Əliyev və müzəffər ordumuza hər zaman minnətdarıq və bu minnətdarlıq hissi bizi daim müşahidə edəcək. Mən Azərbaycan Qızıl Aypara Cəmiyyətini təmsil etdiyimə görə demək istəyirəm ki, bütün bu tarixi proseslərdə ilk olaraq Azərbaycan Respublikasının vətəndaşı kimi biz xalqımızın, dövlətin, dövlətçiliyin yanında olduq. Və bütün bu dövr ərzində hökumətlər humanitar sahədə yardımcı olduq, ehtiyaclı insanlara yardım etdik.